Salam dostlar, hamınızı Coinsat'a xoş gördük. Dostlar, bugün mən sizə bir-birinə bəzi suallarınızı cavablandıracağım və free spinlərim var. Onları oynayacağım birlikdə. Həmçinin yeni ayın yeni bonuslarından danışacağım. İlk öncə kanala abunə olmanızı və videonu bəyənməyinizi xahiş edirəm ki, mənə dəstək olasınız. İndi isə gəlin keçək videomuza. Dostlar, mənim free spinlərim var. Gates of Olympus oyununda. Mənə nə olub bu gün danışa bilmirəm. Gates of Olympus oyununda qəşəng free spinlərim var. 25 yox, 50 pulsuz free spin verilib mənə. Bildirişdə 25 göstərir. Mən qarışdırıram ona görə. Və bildirişlərdə belə promokodlar da olur. Çox vaxt bildirişlərə ona görə baxmaq lazımdır. Nəysə, Gates of Olympus'u bilirik zaten hamımız. Okey. Trampolinlər. Okey. Play now. Okey. Gəlin başlayaq. 50 free spinim var. Burada görsənir. Free spinlər minimum qiymətlə oynanılır. 20 qəpiklə oynanılır. Balansım sıfırda hal-hazırda görürsünüz. Başlayaq. Bunu bitirək. Sonra bonuslardan və sizə çox maraqlandıran sualların bəzilərini cavablandıracağım. Yaxşı gəldi. Əla. Bunu da elə, bunu da elə. Bunu da əla, süper. Yıldırım atmalıydı, ne oldu? 5 tane de, ne bileyim abi, bunlar ne tər oyunlardı. Bu ne de, adamın aslında söylerler, bu ne de. Aha, attı. Geçen 8x. Ne oldu şimdi? 2.71'e vuruldu. Hem herden bir iki tane at daha ne olar ki? Aha, attı. 6 tane attı. O da bir hayır olmadı ama. Oynuyoruz, devam ediyoruz, göre ne olacak? İndi bir tane yıldırım atsaydı çaşda, əvvəldən atar amma da, indi atmaz. Çox heyif. Çox qəşəng gəldi amma yıldırım yox idi. Bu arada yaxşı qazanmışam. Yəni normalda bu qədər qazanmaq olmur free spinlərdə. Bir dənə scatter versə əla olar. Vermədim. Yıldırımdan zaten verdi ha. O təriflədiyi biri çıxdı. Yaxşı gəlmişdik. Zibili çıxdı. Aha. Ha? 4x azdı axı. Normal bir şey verəydin də. Eybi yoxdur, yaxşı.
Geceden ayak bir iki tane de ver, sonra get. Axırıncı spinimdə. Qəşəng 7 dollar tutdum. Continue. Səhifəni yeniləyəcəm indi. Deməli, deyir mənə ki, belə bir bonusum var, 7 dollar. Bu 7 dolları 20 wager var, dövr eləməliyəm. Yəni 140 dollar qədər dövr eləməliyəm. Amma öncə bunu depozit eləməliyəm ki, 7 dolları real 7 dolları hesabıma yükləyim. Yəni bonus kimi oynaya bilim. Və ondan sonra mərclərdə oynayıb bunu 140 dolları dövr eləməliyəm. Dövr yəni tamamlasam mən belə deyim, real hesabıma pul qazanacağam. Bu 7 dolları real hesabıma qazanacağam. Hardasa 20 dollar qədər də depozit eləsəm kifayət eləyər, amma eləməyəcəm çünki hal-hazırda hədəfim bu deyil, video çəkirəm. Video çəkəndən sonra özüm üçün onu sonradan oynayacağam. Hələ ki vaxtım var. Dostlar, bu gün mən sizə əlavə olaraq nələrdən danışmaq istəyirəm. Bir mənə çox yazılışsınız ki, bir-birində pul çıxarmaq istədim. Məndən verifikasiya istədi, təsdiqləmə istədi, şəxsiyyət vəsiqəsi ilə təsdiqləmə və s. Bu təhlükəlidirmi? Bunun heç bir təhlükəsi yoxdur dostlar. Əksinə sizin hesabınızın qorunması üçündür. Bu məlumatlar yalnız bir-birində yoxlanılır və sonra 3 gün ərzində silinir. Mən bunu qaydalarda oxumuşam. Yəni ona görə bu məlumatlar üçüncü bir tərəfə, hər hansısa bir dövlət qurumuna və sair verilmir, verilə bilməz. Ona görə narahat olmayın. Əksinə hesabınızı təsdiqləyib sonra oynamağa, depozit etməyə başlayın. Belə deyim, hesab açdınız. Mənim aşağıda link paylaşacağam sizinlə, promokod paylaşacağam. Yeni linklə yeni hesab açın. Promokodu yazın, hesab açın. Sonra oyunlara başlamadan, depozit etmədən öncə hesabınızı sənədlərinizlə verifikasiya edin, təsdiqləyin. E, Buradan daxil olacaqsınız ayarlara, oradan verifikasiya keçib təsdiqləyəcəksiniz. Niyə bunu eləyirik? Çünki siz ola bilər ki, sizin başqa bir daha öncə hesabınız olub, təsdiqlənmiş və sair. Siz pulu yatırırsınız, oynayırsınız, böyük uduşlar əldə edirsiniz. Pulu çıxarmaq istəyəndə bütün sadəcə bir-birinin deyil, Pinapın da, Xbet'in də hamısının qaydası, bir dənə belə bir qaydası var. Pul çıxarış zamanı maliyyə şöbəsi, yəni şirkət istədiyi vaxt sizdən təsdiqləmə tələb edə bilər. Siz o təsdiqləməni keçməsəz, çıxarışa icazə verməyə bilər. Bu şirkətin istifarəçi qaydalarında yazılıb zaten. Özünüz oxusanız görəcəksiniz. Siz pul çıxaranda belə bir şey tələb edirlər sizdən və siz girirsiniz, təsdiqləmə edirsiniz. Sizə cavab gəlir ki, sizin daha öncədən təsdiqlənmiş bir hesabınız var və ona görə bu hesabı təsdiqləyə bilmərik. Və belə olan halda sizin qazandığınız pul qalır burada, onu çıxara bilmirsiniz. Ona görə öncə təsdiqləməni keçin. Əgər uğurla keçsəz, hər şey okey olsa, ondan sonra depozit eləyib oynamağa başlayın. Əgər təsdiqlənmiş başqa hesabınız varsa, həmin hesabda oynayın. Yeni hesab açıb köhnə hesabınızı məhv eləməyin. Çünki qaydalarda bir dənə də belə bir qayda var ki, bir şəxsin yalnız bir hesabı ola bilər. İndi deyəcəksiniz ki, o qədər adam var da, hamının 3-4 dənə hesabı var. Amma belə bir şey var da, şirkət qarışmır buna. Susur. Çünki qaydalarda demir, illa bloklayacağam. Qaydalarda deyir ki, şirkət istəsə bloklaya bilər, haqqı var. Hər kəsin yalnız şirkətdə bir hesabı ola bilər. Şirkət istəsə, bir çox hesabı olan şəxsin bütün hesablarını bloklayıb qazandığı pullar və depozitini üzərinə belə deyim, müsadirə edə bilər. O pulu ləğv edə bilər. Bunu nəzərə alın, ona görə qaydalardan çıxmayın ki, pulunuzu rahat çıxara biləsiniz. Mən məsələn heç vaxt çıxarışda çətinlik yaşamamışam. Gec çıxdığı olub, bu bank köçürmə əməliyyatlarına görədir. Bu sadəcə bir-birinin məsələsi deyil. Bütün sistemlərdə belədir. Bəzən olub ki, 2-3 dəqiqəyə pul çıxıb hesabıma, bəzən də olub ki, 30 saat, 40 saat sonra gəlib pul hesabıma. Ehtiyac olanlara burada supporta yazıram. Oradan kömək edirlər zaten. Belə. Bu ayın bonuslarını da göstərəcəm sizə. Bu ayın yeni Lucky Drive'ında Mercedes-Benz oynanılır. Özü də 2 ədəd. İkisindən birini uda bilərsiniz. Plus 25 dənə MacBook Pro 14, 200 free spin, AirPods Max
2 5 ədəd və iPhone 16 Pro Max 25 ədəd. Eee, Free spinlər nədir? Siz hər gün girib buradan biletlərinizi götürəndə, baxın mən götürürəm. Götürəndə sizə aktiv olduğunuz üçün free spinlər verilir. Bunun üçün nə etmək lazımdır? Sadəcə mənim yenə aşağıda qoyduğum linkdən hesabınızı yaradın. Minimum 17 manat dəyərindədirsə, dollar dəyərindəsə minimum 10 dollar depozit eləyin və ondan sonra bu imkan sizin üçün açılacaq və ondan sonra hər gün girib sadəcə bir dənə bilet götürəcəksiniz, lotereyaya qoşulacaqsınız. Şansınız gətirsə qalib olacaqsınız. Bir coinslər yığılır, mən onu sonra pula çevirə bilərəm. Sizlərdə də belə bir şey ola bilər. Keşbeklər var 30% və Telegram kanalı, bir-birinin Telegram kanalından əlavə bonus kodlar almaq olur. Çox az olur, bəzən qəpiklər olur hətta deyərdim. Heç nə olsa yaxşıdır, heç nə də olsa yenə də yaxşıdır yəni. Bu sualları cavablandırdım. Bu arada bir-birinin yeni oyunları yaranıb. Bir sonraki videolarımda bunlardan da oynayacağım ama bir sonraki video Pinap hakkında olacaq. Pinapda depozit etmək, hesabın təsdiqlənməsi və sair bu barədə danışacağım sizinlə və Pinap saytını daha ətraflı göstərəcəyim. Bu qədər dostlar. Bu yeni oyunları da test edəcəm mən və Dice əslində Hilo, Dice, Plinko bunları oynamışıq başqa provayderlərdə. Amma bir-birinin özündə olmamışdı. Yeni yaradıblar və bunları da birlikdə test edəcəyik sizinlə. Hamınıza uğurlar arzu eləyirəm. Bir sonraki videoda görüşmək üzərə. Kanalıma dəstək olmaq üçün abunə olun və videonu bəyənməyi unutmayın. Sağ olun. Görüşərik.